Azərbaycan Premyer Liqasında çempion kim olacaq? Sabah yoxsa Qarabağ? Nəzərə alaq ki, Qarabağın Sabahla cəmi bir maçı qalıb. Bu da o deməkdir ki, Qarabağ Sabahı məğlub edəcəyi təqdirdə belə və ehtiyatda olan oyunu qazanacağı təqdirdə belə Sabahın ciddi uğursuzluğuna ümid etməlidir ki, çempionluğu saxlamaq şansı olsun. Amma metriklər isə Sabahın bu boşluğu buraxmayacağını deyir. İlk öncə gəlin 2026-cı il turnir cədvəlinə baxaq. Gördüyümüz kimi burada Sabah yalnız bir oyunda Qarabağla məşhur 3-3-də xal itirib. Komanda 31 gol vuraraq qapısında cəmi 8 gol buraxıb. Qarabağda isə bu göstərici Sabahdan 2 dəfə aşağıdır və əlbəttə ki, Qarabağın qarşısında 2 dəfə keçilməz kəpəz sətti olub və komanda 2 dəfə məğlubiyyətə uğrayıb. Bu dinamika onu göstərir ki, Qarabağ bundan sonra da ən azı bir oyunda xal itirə bilər və bu da o deməkdir ki, Sabah Qarabağ maçından başqa ən azı 2 oyunda uğursuzluğa uğramalıdır, hansı ki bizə real görünmür. Bizim gözləntimiz ondan ibarətdir ki, əgər hər hansı bir kollaps olmazsa, aprelin ortasındakı oyunda məğlub olmamaqla Sabah faktiki olaraq çempionluğu qarantiya edə bilər. Siz necə düşünürsünüz? Hələ də Qarabağın şansı var?